Türklərin Bozqurd əfsanəsinin əsl mənşəyi nədir? Göytürklərin mənşəyi ilə bağlı ən məşhur hekayəyə görə, düşmən hücumundan sağ çıxan tək bir oğlanı dişi Bozqurd xilas edir. Daha sonra isə bu dişi Bozqurd və oğlandan Aşina nəslinin yarandığı rəvayət edilir. Bəs sizə desəm ki, qədim türk kitabələrinin heç birində bu hekayədən bəhs edilmir. Əksinə, Göytürklərin mənşəyi ilə bağlı bu rəvayəti bizə ilk dəfə qədim Çin salnamələri çatdırır. O halda bu sadəcə Çin tarixçilərinin uydurması idi, yoxsa həqiqətən türklərin inandığı bir əfsanə idi? Göytürklərə aid ən qədim kitabənin təpəsində həqiqətən də canavar təsviri var. Əksər tarixçi onu Göytürklər arasında Bozqurd simvolunun əhəmiyyətini göstərən ən erkən yerli sübutlardan biri hesab edir. Amma bununla da hekayə bitmir. Bozqurd əfsanəsinin kökləri türklərdən əvvəl də mövcud ola bilərdimi? Çin mənbələri Göytürklərdən 6 əsr əvvəl yaşamış Vusunlar haqqında da təəccüblü dərəcədə oxşar bir rəvayət qeyd edir. Bəs türklər bu hekayəni Vusunlardan götürmüşdülər? Böyük ehtimal həm Vusunlar, həm də Göytürklər daha qədim Avrasiya mifoloji ənənəsinin fərqli versiyalarını qoruyub saxlamışdılar. Çünki Bozqurd motivinin müxtəlif formalarına qədim Romalılardan tutmuş Sasanilərə qədər fərqli xalqların rəvayətlərində rast gəlinir. Bu əfsanə harda yaranmış olursa olsun, onu tarixdə dövlət ideologiyasının əsas simvollarından birinə çevirən məhz Göytürklər olmuşdu.